London'dan herkese selam olsun. Size biraz buranın uğurlukları hakkında danışıp başlayalım. Ben ilk geldiğimde London'a neyi göstereyim asas size burada. Bu motor hissəsidir. Motorun üstünde de oturacağı var. Oturacağı oğurlayıblar. O böyle yastık götürmüşəm. Yastığa oturup sürürdüm. Şimdi biraz burada ettim dincəlim oturmuşam böyle bir yerde. Dedim ki biraz kofe içip dincəlim özüm alalım. Ondan sonra gedim ustaya bir tane oturacaq alım. Ne gördüler çölde oğurluyorlar. Yani boş bir şey görən kimi. Boş değil bu normalde bu bağlamıştım. Yarım saatlik işim vardı. Bağlamışam getmişəm oturacağı götürdüm. Mesela başıma buraya təzə yalandı. Velosiped götürmüşdüm. Bunu belə qoyum. Çəkə-çəkə danışım. Təzə gəlmişəm, velosiped almışdım buraya gələndə. 2-ci ayım idi. Amma belə deyildi, motorlu deyildi. Və sürürəm. Ləzzətli özüm üçün buranı kəşf edirəm də belə deyim. Qoydum bunu bağladım. Onda da açar necə idi? İndi aldığım belə bir şeydi, möhkəmdir. Alam gərək dəmir kəsənə gəlib kəsilsin. Mən də aldım onu. Bundan zəif idi, amma belə normaldır da. Yalandan göyə bağladım mən də. Nəsə velosipedi bağladım, getdim. Bir saat sonra gəlmişəm, velosiped yoxdur. Velosiped hardadır? Təzə bilmirəm də Avropada belə şeylər var, oğurluqdan təzə gəlmişəm. Belə haqqında da belə məlumatım yoxdur. Məsələn ilk gələn kimi təcrübəni yaşadım bir ayda. Velosipede uğradılar, ondan sonra başladım hər şeydə daha da diqqətli olmaya. İndi telefonla da gəzəndə üstümdə vəbşə burada telefon oğurluğu yüksək səviyyədə dəhşət çoxdur. Hər yarım saatdan bir telefon oğurlanır. Ona görə daha da diqqətli olalım. Yəni siz də buralara gəldiniz, öz malınızdan, birinci canınızdan, Allahın izniyle birinci canınızdan sonra malınızdan ehtiyatlı olun. Burada 2 dəqiqə malınızı bir yerə qoydunuz, 2 dəqiqə oğurlayırlar. Dəhşətdir, inanan Allaha. Avropaya gələndə belə təsəvvür eləmirdim. Düzdür, bura Avropa Birliyindən çıxsa da, yəni nəzərdə belə götürəydim. Yəni sözün qısası gəldiniz, ehtiyatlı olun. Dedim belə bir video çəkim, həm gələnlər üçün, gəlmək istəyənlər üçün. Avropaya gəldiniz, belə Avropanın çox yerində də var. İspaniyada da uğurluq yüksək səviyyədədir bildiyim. Başqa yerlərdə də var, amma London özündə sırf İngiltərənin başqa yerləri bu qədərdir. Burada adam çox olduğuna görə əsasən də bu marka olan yerlərdə telefon oğurluqları çox olur. Oxford Streetdə, nə bilim Piccadilly'də, o şəhərin əsasən mərkəz yerlərində millətin çox olduğu, turistlərin çox olduğu yerdə oğurluqlar yüksək səviyyədə olur. Ona görə dostlar ehtiyatlı olun buralara gəldiniz. Biraz bu gözəl havada dedim oturum, belə bir video çəkim. Həm sizə məlumatlandırım, həm başıma gələn danışım. Bu da ikinci oğurluq. Başqa şey də başqa şeylərdə də başına gəlir. İndi olan yüngülvari oğurluqlar olur. Onları heç oğurluqdan saymısan. Məsələn Avropa kimi yerdə belə bir yerlərə gəlsən, belə şeylər təsəvvür eləmirsən də, təsəvvüründə yoxdur burada belə şeylərin olması. Gəlib bunları görəndə burada adama həqiqətən qəribə gəlir. Belə soyusan da bura qarşı belə şeylər gəlir. Polisəzada da getdin necədir? Söhbət heç xeyri yoxdur ya. Yəni sadəcə polisə getdin, vaxt itkisidir. İzahat yazacaqsan, bir kağıza gözlətdirəcəklər orada səni. Bir şey kağıza da yazacaqsan. Hə, baxarıq. Heç bir nə velosiped, nə telefon, heç bir şeyin üstünə düşmürlər. Yəni onu %100 deyim. Ancaq Allah uzaq eləsin belə deyim, dəhşət bir şey olacaq, böyük bir şey olacaq. Ancaq ölüm itim deyim də, onda bəlkə üstünə düşürlər. Onda biraz üstünə düşürlər. Başqa sənin nəyi bir malımız adı uğrasınlar. Bizim dost uşaq vardı, onun evinə girmişdilər. Evinə girib nəsə uğramışlar. Polislər gəldi, icazə tutdu, heç bir şey. Səhv eləmirəmsə qızıl zad var idi bir evdə. Bir də nə bilim bir banka kartı zadı bir 2 dənə var idi. Onun dediyinə görədir. Onları uğurlayıblar. Belə həyatdır da insanlar təcrübə yaşaya daha da öyrəksə hər şey. Buranın gözəl tərəfləri də olduğu kimi, yəni yaxşı olmayan tərəfləri də var. Dedim, indi bəzən danışırlar, insan görməyəndə, bəzən bilməyəndə deyir ki, hər şey, ya belə şeylər ola bilməz, nə bilim. Adam gəlib yaşayanda görür ki, yox, fərqlidir. Belə dostlar, özdən müğayət olun, Allah'a emanet olun. Əsas odur, qırağa çıxdınız, diqqətli olun. Allah'a emanet.